Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski və pəhlivanlıq məşqlərinə yenidən davam edirik. Bu dəfə mismar əyməkdə yeni bir həddə gəlib çıxmışıq. Əvvəllər mismarları təzə başlayanda əski ilə əyirdim. Daha sonra əlimə talk vururdum, yəni xüsusi mel vururdum ki, sürüşmə olmasın. Amma bu dəfə isə artıq heç bir əlimdə mel yoxdur. Boş əllə, burada neçə cüt mismar yoxdur. Peki 1 cüt, 2 cüt, 3 cüt, 4 cüt mismarı hamısını bir-birinə bağlayacağım. Yəni bunu ardıcıl olaraq, yorulmadan, dayanmadan Azərbaycanda eləyə bilən varsa çıxsın qabağıma. Ardıcıl olaraq hamısı gedəcək. Hərəsini bir yerə. Bu bir. Bu iki. Deyək ki, bu citlüyü bağlayırıq ilk öncə. Yəni bunu burada təkcə söhbət bir dənə mismarın bağlanmasından getmir. O cümlədən bunları ardıcıl şəkildə dayanmadan bağlamaqdan gedir. Əl yorulmamalıdır. Hərəsi düzdür, biraz fərqli fiqurlarda olacaq. Amma neyiniyək? Aşağı yuxarı eynidir. Bu məsəl üçün birinci cütlükdür. Bağlandı. Okey, pis də bağlanmadı. Yaxşıdır. İndi ikinci cütlük. Məsələn, bunlar hamısına dözüm və iradə lazımdır. O cümlədən vətərlər çox güclü olmalıdır. Zehinlə sinir elə koordinəli şəkildə işləməlidir ki, o əl ağrısını hiss eləməyəsən. Tak, onu da belirlədik. Getdik növbəti patok. Hatırladım ki, bunu lap boş əllə, əldə əgər mel yoxdursa, sürüşmə varsa eləmək bir qədər də çətin olur. Bu növbəti. Sonra bir digəri. Görək, bunu bu cür eləyə bilən varmı Azərbaycanda ümumiyyətlə? Bunu bu cür öhdəsindən gələ bilən varmı? Dayanmadan. Tak. Dəmir iradə lazımdır. Həm də vətərlərin vəhşi kimi güclü olmalıdır. Belə bir ikinci adam varmı Azərbaycanda bunu? Bu şəkildə fasiləsiz bir-birinə bağlayan. Aha, bax, görürsünüz, bu da hazırdır. Görürsünüz, 3 cüt artıq hazırdır. İndi 4-cü cüt gedir. Artıq biləklərdə taş düşdü, güc qalmayıb. Amma biz nə edirik? Davam edirik. Belə. Güc yoxdur artıq. Tak, bunu elə eləyək ki, bunu belə eləmək üçün kiminsə buna iradəsi gücü çatarmı davamlı olaraq? Boş əllə heç bir şeysiz, heç mel də yoxdur əlimdəki, sürüşmənin qarşısını alsın. Sürüşmənin qarşısını alan bir dənə şey yoxdur. Sadəcə güc qalmayıb artıq. Amma bunu biz nə eləməliyik? Buna baxmayaraq eləməliyik. Çatdırmalıyıq. İradə gücü deyir ki, bunu sən eləməlisən.
Baxın, bu da alındı. Deməli, bir cüt, ikinci cüt, üçüncü cüt, dördüncü cüt. Yəni 4 cüt mismarı əskisiz, heç bir mel olmadan bir-birinə bağladım. Bunu Azərbaycanda bacaran varsa buyursun.